Salam değerli izleyiciler, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişi İnşaatçılar metrosunun yaxınlığında Bravo Marketin qarşısında yeni tikili binada qanun 2 otaqlı kupçalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Mənzilimiz 19 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. 78 kvadrat ümumi sahəyə malikdir. Qanun 2 otaqdır. Baxın, bu şəkildə belə bir ilk öncə qonaq otağını sizlərə təqdim edim. Mənzilimiz orta evdir, qarşısı açıqdır, birbaşa şəhərə gözəl mənzərəsi var. Həmişə də qarşısı açıq qalacaq. Binada 2 sürətli lift, 2 mərtəbəli yeraltı dayanacaq və geniş həyət mövcuddur. Burada mənzilimizin giriş qapısı, dəhliz hissəsi yerləşir və buradan mənzilə daxil oluruq. Baxın, bu şəkildədir. Mənzilə daxil olub belə bir dəhliz hissə bizi qarşılayır və bütün otaqların girişi dəhliz koridor hissədəndir. Orada mənzilimizin qonaq otağı, burada yataq otağı, burada isə mənzilin mətbəx hissəsi və sanitar qovşağı yerləşir. Mənzilə daxil olduqda dəhlizdə sol hissədə yığılmış tam boy qardırob hissə mövcuddur. Baxın, bu şəkildədir. Baxın, sol tərəfdə ilk öncə mənzilin qonaq otağı bizi qarşılayır. Mənzil həm əşyalı, həm də əşyasız şəkildə satışı mümkündür. Qiymətdə razılaşma olarsa, əgər mənzil tam əşyalı şəkildə də satıla bilər. Baxın, bu şəkildədir qonaq otağımız. Mənzildə qaz, su, işıq təminatı fasiləsizdir. İstilik sistemi fərdi olaraq kombidən istifadə olunub. Burada mənzilimizin yataq otağı yerləşir. Baxın, bu şəkildə belə bir yataq otağımız var. Yataq otağından eyvana çıxış hissə mövcuddur. Mən sizə mənzilin mənzərəsi ilə, baxış istiqaməti ilə də yaxından tanış edəcəm. Baxın, mənzilin eyvan hissəsidir. Orada İnşaatçılar metrosu yerləşir. İnşaatçılar metrosuna 77 nömrəli avtobusa mindiyimiz təqdirdə 2 dayanacaqdan sonra olursunuz Yeni Yasamalın girişi Bravo Marketin qarşısında və birbaşa binanın həyətinə daxil olmaq olur oradan. Və yaxud da ki, binadan çıxdınız piyada, yəni buradan 6-7 dəqiqəlik məsafədə İnşaatçılar metrosunda olursunuz. Yəni piyada da gedib gəlmək yaxındır. Mənzilin qarşısı açıqdır, gün çıxana baxır, qarşısını heç bir maneə də kəsmir, şəhərə gözəl mənzərəsi mövcuddur. Yəni sakitdir, həyətə baxmır, səssiz bir yerdədir. 78 kvadrat ümumi ölçüdür, qanuni 2 otaqdır. Müəyyən müddət yaşayıb, biraz da ev sahibi mənzili böyütmək üçün, yəni 3 otaqlı mənzil almaq üçün mənzili satır. Yataq otağında sizlərə təqdim elədik. Baxın, girişdə solda belə bir qardırob hissələr də var. Yəni üst geyimlərinizi falan bura rahatlıqla yerləşdirə bilirsiniz. Burada mənzilimizin sanitar qovşağı yerləşir. Belə bir sanitar qovşağımız mövcuddur. Lazım olan aksesuarlarla da təmin olunub. Burada isə mənzilimizin mətbəx hissəsi yerləşir. Quraşdırılmış mətbəx hissə mövcuddur. Qonaq otağından bir o qədər istifadə etməyəcəksiniz. Kifayət qədər geniş ölçüyə malik bir mətbəx hissə var. Baxın, bu şəkildədir. İstilik sistemi fərdi olaraq qeyd etdiyimiz kimi kombidir. Otaqlarda bateriyalar var. Mənzillərin bütün otaqları qarşısı açıqdır. Üzü şəhər istiqaməti baxır. Həm qonaq otağı, yataq otağı, həmçinin də mətbəx hissə. Baxın, bu şəkildə də belə bir gözəl mətbəx hissə var. Əgər qeyd etdiyim kimi qiymətdə razılaşma mümkün olarsa, mənzildəki gördüyünüz əşyaların hamısını saxlamaq mümkündür. Mənzil haqqında ümumi məlumatı sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Bravo Marketin qarşısında yeni tikili 19 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Qanuni 2 otaqdır, 78 kvadrat ümumi ölçüyə malikdir. 20 bloklu bir binadır, 15 blokunda kupça var. Bu isə yeni tikilən blok olduğu üçün hal-hazırda sənəd MTK müqaviləsidir. Yaxın müddətdə çıxarışla təmin olunacağı gözlənilir. Binada 2 sürətli lift, genaltı qaraj, geniş həyət, uşaq meydançası mövcuddur. Qiymət aşağıda əlavə məlumat bölməsi və rəylərdə qeyd olunacaq. Real alıcıya endirim olacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.